başlayıb, alış-verişləri də başlayıb və əməkdaşımız Sevda Xanaliyevaya bağlanmaq istəyirik. O hazırda paytaxtdakı bayram yarmarkalarından birindədir və son informasiyaları bizə ötürəcək. Sevda, sabahınız xeyir. Buyurun, sözü sizə ötürürük. Hazırda olduğunuz məkanda. Sabahınız xeyir olsun. Buyurun, buyurun. Sabahınız xeyir olsun. Bəli. Biz sizə paytaxtın Nərimanov rayonu Fətəli xan Xoyski küçəsi 5 ünvanında, yəni Gənclik metro stansiyasının yaxınlığındakı kənddən şəhərə yarmarkasından xəbər veririk. Məlumat üçün bildirim ki, burada martın 8-dən artıq yarmarka fəaliyyətə başlayıb və martın 19-una dək davam edəcək. Bura Azərbaycanın 20 bölgəsindən, 20 rayonundan 55-dən çox fermer bu yarmarkada iştirak edir və 150-dən çox növdə kənd təsərrüfatı və qida məhsulları burada satışa çıxarılıb. Və mən onu da bildirim ki, burada yarmarkanın giriş hissəsində Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyaları quraşdırılıb ki, vətəndaşlar, alıcılar aldıqları qida məhsullarını həmin laboratoriyalarda yoxlaya bilərlər, təbiiliyini, tərkibində kimyəvi maddələrin olub-olmadığını yoxlaya bilərlər. Həmçinin onu da əlavə edim ki, burada deməli satıcılar üçün tam ödənişsiz şəkildə piştaxtalar təşkil olunub, həmçinin onlara soyuducu, tərəzi və digər zəruri avadanlıqlar verilir. Bir daha xatırladım ki, yarmarka martın 19-una dək davam edəcək. Hələ ki səhər saatlarıdır, baxmayaraq ki səhər saatlarıdır və iş günüdür, alıcılar görünür. Düzdür, elə də izdiham olmasa da alıcılar var və qiymətlərlə maraqlandırırlar. Mənim diqqətimi çəkən nüanslardan biri isə yarmarkanın girişində elektron lövhənin quraşdırılması oldu ki, bu lövhədə yarmarkada olan məhsullar haqqında məlumat var. Məsələn, adicə götürək ləbləbi və yaxud kişmiş, qaysı ən aşağı qiymətə hansıdır, maksimum qiymətə hansıdır? Elə mən monitorlardan bir neçə qeydi götürdüm özüm üçün, tamaşaçılarımıza da bəlkə maraqlı olar. Məsələn, portağalın qiyməti mənim diqqətimi çəkdi. Burada ən aşağı qiymətdə 2 manat 80 qəpikdən 3 manat 90 qəpiyə dək portağal tapmaq mümkündür. Həmçinin yumurtanın qiyməti 25 qəpik 35 qəpik arası dəyişir. Fıstıq ləpəsi 5-7 manat arası dəyişir və burada 5 manata da fıstıq almaq olar, 7 manata da. Balın qiyməti 25 manat təşkil edir. Bundan başqa səmənidən danışım mən sizə. Belə ki, bildiyimiz kimi Novruzun əsas atributlarından biri də səmənidir. Burada bu yarmarkada 1 manata da səməni tapmaq mümkündür, 20 manata səməni də almaq olar. Bundan başqa xurma 5 manat 13 manat arası dəyişir və çeşidlər çoxdur. Alıcılar gəlib burada qiymətlərlə yaxından tanış ola bilərlər. Bir daha xatırladım ki, yarmarka martın 19-una dək davam edəcək və onu da bildirim ki, indi alıcılar, satıcılar daha doğrusu öz məhsullarını daha düzürlər, yəni piştaxtaya çıxarırlar və növbəti buraxılışlarımızda bizim onlarla daha yaxından danışmaq, müsahibə almaq imkanımız olacaq. Tamaşaçılarımıza bildirmək istəyirik ki, biz həm alıcıların, həm də satıcıların fikirlərini öyrənəcəyik. Növbəti buraxılışlarda sizə daha ətraflı təqdim edəcəyik. Hələ ki çatdıracaqlarımız bu qədər. Sözü yenidən sizə ötürürəm. Təşəkkür edirik Sevda, çox sağ olun ətraflı məlumat üçün. Və vurğulamaq istəyirəm ki, bayram yarmarkaları artıq şəhərdə təşkil olunub, paytaxtda təşkil olunub və elə biz də təqdim etdiyimiz yarmarkada daxil olmaqla bir neçə ünvanda var, yaxınlaşıb istədiyiniz məhsulu ala bilərsiniz və qiymətlər də yarmarkanın girişində lövhədə əksini tapıb, yəni oradan da məlumat almaq olar.